Vüsal Kəlbəcəri, bu günlərim yenə də biz Gəncə şəhərindəyik. Məcburi köçkünlər 33 il əzab, əziyyətlə yaşayan Kəlbəcər sakinlərindən birini sizlərə təqdim etmək istəyirəm. Bəli, cənab prezidentimizə eşq olsun. 44 gün müharibə nəticəsində bizim torpaqlarımız erməni işğalından azad olundu. Cənab prezidentimizin siyasət nəticəsində bütün məcburi köçkünlərin çoxları yavaş-yavaş mərhələli şəkildə yerləşir. Amma cənab prezidentimiz hər dəfə deyir ki, bəli, adiyyəti olan orqanlar, sizlər çətin şəraitdə yaşayan insanları yerləşdirin. Biz jurnalistlərdə bütün adiyyəti olan orqanların gözüyük. Cənab prezident hər zaman deyir ki, jurnalistlər mənim gözümdür, görməyənləri görürlər, ictimaiyyətə çatdırırlar. Bəli, mən də o jurnalistlərdənəm və iqtidar yönümlüyəm. Bu günləri biz bu cür çətin şəraitdə yaşayan bir anamızı sizlərə təqdim etmək istəyirəm. Adınız, soyadınız? Qəhrəmanova Nərmin Tofiq qızı. Qəhrəmanova Nərmin xanım. Nərmin xanım, siz də demək neçə ildir burada, harada yaşayırsınız? Biz Kəlbəcərdən Qaşqın gələndən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qocalar evi adlanan yataqxanada yaşayırıq. Bizim binada qaz yoxdur. Yaşadığımız ev sement betonundan aiddir. Sement betondur, biz pul tanımırıq. Taxta yığırıq, qışda odun parçaları yığırıq, odun peçi qoyuruq, onu yandırıq istiliyimiz üçün. Allah kömək olsun. Biz sizə inşallah arzu edirik. Tələbiniz nədir adiyyəti olan orqanlardan? Adiyyəti olanlardan, sözünüz. Prezidentimizdən biz çox razıyıq. Çünki o həmişə bizim üçün deyirdi ki, kasıblar üçün olsun. Evet. Amma bu günləri köçüb gedənlər hamısı varlılardı, evləri olanlardı. Dörd böhrümüzdə evi olanlar getdi, biz ağır şəraitdə olanlar hamı qaldıq binalarda. Çünki bizim adamımız olmadı. Biz də prezidentimizə arxalanırıq. Sizin adamınız cənab prezidentdir. Bəli, sizin adamınız inşallah bizim cənab prezidentimiz İlham Əliyevdir. İnşallah dəstək olarlar, inşallah. İnşallah. Və biz də inanırıq ki, Rövşən Rızayev də sizlərə köməklik olar, videoya baxar. İnşallah dəstək olarlar. Bəli, adiyyəti olan orqanlardan xahiş edirik. Bu ailə inşallah Kəlbəcər şəhərinin özündə ya da ki, Gəncədə yerləşən binalarda boş qalan binalar. Boş qalan binalarda mı, Xocalı qəsəbəsində olan binalarda mı təmin olunsun. Yəni, ya Kəlbəcər şəhərinin özündə istəyirlər, ya da Gəncə şəhərində yüzlərlə evlər var ki, boş qalıbdır. Orada, düzdür mü? Kirayələrə verirlər, müəllim. Hə. Kirayələrə verirlər. Tanıyıram, tanıdığım evlər var, ailələr var. Hamısı həmən qəsəbələrdə kiralarda qalır. Bir də pula satırlar evləri. İnşallah yəqin ki, adiyyəti olan orqanlar. Biz də güvənirik prezidentimizə, Rövşən Rızayevə. Özüm qəbulunda olmuşam. Yəqin ki, mən görüb eləsə tanıyar. Xahiş edirəm, bizi də nəzərə alsınlar. Biz də çox ağır vəziyyətdəyik. Özüm ikinci qrup həlləm, qulaqlarımı eşitmir, aparatla eşidirəm. Özüm şəhid bacısıyam, qardaşım şəhid olub. 94-cü ildə qardaşım oğlu 44 günlük müharibədə şəhid olubdu. Allah rəhmət eləsin. Allah Ailə üzvlərinin neçə nəfərdir sizdə? Ailə üzvlərinin neçə nəfərdir? Biz 7 nəfərik. Qızımdır, boşanır. 4 uşağı var. Ailə üzvü 7 Yoldaşımdır nəfər. özümə. İnşallah. Arzu edirik ki, yeni evinizə gələk, gözəl bir çay içək. Allah sizə can Təşəkkürlər, sağlığı minnətdarım. versin. Sağ olun. Ömür